Azərlotereyanın sirləri 2024-cü il hesabatında gizlənən faktlar. Azərlotereya Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytında şəffaflıqla bağlı ciddi boşluqlar yaranıb, belə ki, portalda rəhbərliyin siyahısı silinib, hesabatlar bölməsində isə son dövrlərə dair məlumatlar çatışmır. Mövcud olan 2024-cü il hesabatını analiz etdikdə isə maraqlı mənzərə ortaya çıxır. Qurum əldə etdiyi 61,8 milyon manat xalis mənfəətin 84%-ni, yəni 52,2 milyon manatını dərhal dividend kimi şirkətdən kənara çıxarıb ki, bu da mənfəətin paylanma sürətinin ötən ilə nisbətən 2 dəfədən çox artması deməkdir. Şirkətin maliyyə dayanıqlığı debitor borclarının 5,3 milyondan rekord həddə 13,9 milyon manata yüksəlməsi ilə təhlükə altına düşüb ki, bu da real vəsaitlərin toplanmasında ciddi problemlər olduğunu göstərir. Xərclər bölməsində də iştaha artıb, reklam xərcləri 20,6 milyon manata, IT və sistem dəstəyi xərcləri isə 21,9 milyon manata çatıb, lakin bu nəhəng vəsaitlərin səmərəliliyi qaranlıq qalır. Eyni zamanda cəmi öhdəliklərin 76,2 milyon manata yüksəlməsi və uduşlar üzrə borcların artması fonunda şirkətin nağd pul vəsaitləri azalıb ki, bu da real likvidliyin zəifləməsindən xəbər verir. Görünən odur ki, Azərlotereya şəffaflıqdan daha çox mənfəətin sürətli bölüşdürülməsi və nəzarətsiz xərclərin artırılması yolu ilə idarə olunur. Xatırlatma: 2022-ci ildə Azərlotereyanın Misli Az platforması sosial şəbəkədə böyük uduş qazanan şəxsin görüntülərini paylaşarkən fon musiqisi olaraq Doğu Svag'ın Maşallah mahnısından istifadə edib. Lakin mahnının nəqarətində adı çəkilən Dan Bilzeriyan 2018-ci ildə Azərbaycanın o vaxtki işğal altındakı torpaqlarına qanunsuz səfər edərək Ermənistana silah yardımı və hərbi dəstəyi ilə yadda qalan qalmaqallı bir simadır. Təxminən 235 milyon dollar sərvəti olan erməni əsilli bu dünyaca məşhur qumarbaz və poker kralı həm də qeyri-etik həyat tərzi ilə tanınır ki, belə bir şəxsin adının yerli mərc saytının reklamında hallanması o dövrdə ciddi ictimai reaksiyaya səbəb olmuşdu.